Salam əziz izləyicilərimiz, xoş gördük sizləri. Bugün növbəti dərs videomuzda mövzu gəlir və xərclərin tanınma metodları, kassa və hesablama metodu olacaq. Kassa və hesablama metodu mühasibatlıqda ən aktual, tələbələrimizin isə bir az çətinlik çəkdiyi mövzu olduğu üçün bugün dərs videomuzda bu mövzunu götürməyi qərara almışıq. Kassa və hesablama metodu bəyannamələr hazırlayan zaman gəlir bəyannaməsi, mənfəət bəyannaməsi, əlavə dəyər vergi bəyannaməsində, həmçinin hesabatlar hazırlayan zaman bizə lazım olacaq ən vacib mövzulardandır. Elə isə başlayırıq. Gəlir və xərclərin tanınma metodlarından tanış olanda hesablama metodu və kassa metoduna nəzər salırıq. Hesablama metodu və kassa metodu əməliyyatların qeydiyyatı üçün istifadə olunan mühasibat uçotunun iki üsuludur. İki metod arasındakı fərq əməliyyatın qeydə alınma tarixidir. Yəni, vaxt keçdikcə hər ikisinin də yekun cavabları eyni olacaq. Sadəcə hesabat zamanına görə kassa metodu gəlir və xərclərin hesablanma vaxtına daxil olma tarixi və çıxma tarixi olaraq nəzərə alınacaq. Amma hesablama metodu gəlir və xərclərin daxil olma və çıxma tarixi nəzərə alınmadan əməliyyat baş verən anda qeydə alınır. Hesablama prinsipi əməliyyat və gəlir yarandıqda qeydə alınır və xərclər isə istehlak edildikcə qeyd olunur. Kassa prinsipi əməliyyat və gəlir müştərilərdən pul alındıqca əks olunur. Az öncə də qeyd etdiyimiz kimi. Xərclər pul vəsaitləri, təzərrüatçılara və əməkdaşlara ödənildikcə isə nəzərə alınır. Gəlin nümunə ilə baxaq. Kassa və hesablama metodu nümunəsini götürürük 2025-ci ilin aprel ayı üçün. Aprel ayı yekunlaşdığına görə ayın hesabatını hazırlaya bilərik. Misal bir müəssisə, bir market qeydə alırıq və əməliyyat kassa metodu olaraq həmin nəqd kassa açotları hesablanacaq. Gəlin birinci kassa mədaxillərinə nəzər salaq, yəni gəlirlərə. Həmin ayda hər günə görə gəlirlər cəmlənərək hesablanır. Nəqd satış olub, misal 3200 manat. Borc alınması, yəni ötən aylarda və yaxud ötən illərdə mühasibatlıqla məşğul olanlar, kursa gələnlər, müştərilərin uzun müddətli və qısa müddətli debitor borcları barədə məlumatlıdırlar. Yəni biz müştərilərə alqı-satqı müqaviləsinə əsasən nisyə mal satırıqsa, müqavilədə göstərilən müddətdə həmin müştərilər debitor borclarından ödəniş edildikcə həmin ödəndiyi tarixə nəqd ödəniş olaraq qeydə alınır. Borcun alınması müştəridən 800 manat məhz bunu nəzərdə tutmuşdur. Digər gəlirlər icarə haqqı, yəni icarə üzrə debitor borcları da olur ki, bir müəssisə icarəyə verdiyi obyekt və avadanlıqdan, həmçinin icarəyə verdiyi əməliyyatlardan başqa subicarə olaraq hər hansı bir otağı, vitrini də icarəyə verə bilər. Həmin icarədən gələn gəlirlər də digər gəlir olaraq 500 manat qeyd olunmuşdur. Nəzər salırıq ki, müəssisənin ümumi gəlirləri həmin ay üzrə 4500 manat təşkil edib. Kassa məxaricləri nəzər salsaq, həmin ay üzrə ödənişlər çıxdığı tarixdə qeydə alınır. Mal almışıq, nəqd ödəniş etmişik 2000 manat, işçilərin maaşı 1200 manat, elektrik haqqı, yəni işıq pulu, enerji xərci 300 manat, ofis ləvazimatları 150 manat təşkil etmişdir. Təbii ki, bunlar təqribi mövzunu izah etmək üçün götürülmüş nümunə məbləğlər və xərclərdir. Ümumi məxaricə nəzər salsaq, müəssisənin həmin ay üzrə ümumi xərci 3650 manat təşkil etmişdir. Beləliklə, biz müəssisənin gəlirlərini hesabladıqda yekun olaraq cəmi gəlirdən cəmi xərclər çıxır və 1850 manat burada yekun gəlir kimi qeyd olunmuş olur. Bəs hesablama metodu ilə baxsaq necə nəzərə alınacaq? Misal üçün götürürük, gəlirlərimizdə müştəriyə mal satışı olub, nisyə, debitor yaranır. Artıq bu, müəssisənin əməliyyatının gəlirinin daxil olma tarixi nəzərə alınmadan xidmət göstərilibsə, nisyə satışı olaraq gəlir kimi hesablanır. Deməli, hesablama metodunda mövzu budur. Nisyələr, debitorlar hesablanır. Digər gəlir xidmət göstərilir 1500 manat. Daxil olanla yanaşı daxil olacaqlar da hesablanmış olur. Ümumi gəlir 6500 manat. Xərclərə baxanda mal alışı, yəni tədarükçü, satıcılara, mal satanlara biz nisyə mal almışıq və hələ ödəniş etməmişik. 3000 manat bizim kreditorumuz olur.
Əmək haqqı xərci hesablanıb 1000 manat, həmçinin icarə haqqı hesablanıb 500 manat. Burada biz ödəniləcək kreditorlar və debitorlar da götürmüşük. Təbii ki, burada ödənilmiş xərclər və gəlirlərlə bərabər hesablana bilər. Ümumi xərcimiz 4500 manat təşkil etmişdir. Deməli, hesablaşmalara baxanda debitor borcları biz burada hesabladıq. Cəmi nə qədər alacağımız oldu? Arendadan, müştərilərdən, debitorlardan 5000 manat. Bəs verəcəyimiz kreditor borclarımızı hesablayanda nə qədər xərcimiz yarandı? Bütün xərcləri hesabladıqda ümumi xərcimiz, kreditor borcumuz 4500 manat təşkil etmişdir. Beləliklə isə biz nəticə olaraq ümumi gəlir alacaqlarımızdan kreditorlarımıza çıxdıqda 2000 manat təşkil etmişdir yekun mənfəətimiz. Əziz izləyicilərimiz, bugünkü mövzumuz bu qədər. Yeni dərs videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Sağ olun.